Bu dərsimizin mövzusu Auto Smart Dimension və shortcutlardan istifadə qaydaları olacaq. Düşünək ki, belə bir düzbucağı çəkmək istəyirik. 30-un 40 olacaq ölçüləri. Tələbələrin düzgün etmədikləri metodikanı göstərim əvvəlcə. Gəlib, belə bir rectangle çəkirlər. Daha sonra bu ölçüyə 30 demişdik. Bu line-a klik eləyirlər. Gəlib, sol tərəfdən bura 30 yazırlar. Daha sonra bu line-a klik eləyirlər. Yenə sol tərəfdən 40 ölçüsünü girirlər. Bu tamamilə yanlışdır. Çünki bu fully defined olmayıb. Əslində siz 30 və 40 ölçülərini verməmisiniz. Həmən çəksək bu şəkildə görəcəksiniz ki, istədiyiniz kimi genişləyib azala bilir. Yəni, bu şəkildə görürsünüz, ölçülər dəyişib. Yəni, bu ölçülər əslində düzgün metodika ilə verilən ölçülər deyil. Biz necə edirdik? Smart Dimension'a gedirdik və gəlirdik buradan ölçüləndirməni verirdi. Məsələn, bura 30 ölçüsü verirdi. Daha sonra gəlirdi, buranı açırdı. Bura digər ölçünü girirdi. 40 ölçüsü verirdi. Və bu şəkildə modelimizi tamamlamış olurdu. Bunun daha qısa yolu nədir? Yəni, Smart Dimension'a girmədən avtomatik olaraq Smart Dimension'ın verilməsi. Delete eləyək. Əvvəlcə onu deyim ki, sizin də etmənizi istəyirəm. Options hissəsindən bunu aktiv hala gətirmək lazımdır ki, Auto Smart Dimension verə bilərsiniz. Options'a gedirsiniz buradan. Daha sonra buradan da Sketch'e keçid edirsiniz. Və burada son 2'də gördüyünüz bu Scale'i və Enable'ı aktif hala getirirsiniz. Daha sonra OK basırsınız. Bu şəkildə aktif hala gəlir Auto Smart Dimension. Həmən keçid eləyək rectangle'ımıza. Rectangle'ımızı bu şəkildə çəkməyə çalışdığımız zaman avtomatik olaraq ölçülər çıxır. Məsələn, birinci ölçünü nə girmək istəyirsiniz? Sadəcə bir klik eləmişəm origina, ikinci bir klik eləməmişəm hal-hazırda. Ölçümü girirəm, 30 olacaq. Enter'ı bastığınız zaman digər ölçüyə keçir avtomatik olaraq. Təblə digər ölçüyə qayıda bilirsiniz. İstədiyiniz kimi dəyişə bilirsiniz. Təbə bastığınız zaman keyboardda bu şəkildə dəyişə bilirsiniz. Məsələn, 40'a dəyişib yenidən qayıda bilirsiniz. Biz 30 ölçüsü istəyirdik. Daha sonra 40 ölçüsünü girib OK bastığınız zaman avtomatik olaraq ölçüləri özü verir. Bu çox rahat və daha tez şəkildə çəkimləri etmək üçün istifadə edəcəyiniz bir qayda olacaq. Bunu delete eləyək. İstəsəniz bunu da istifadə edə bilərsiniz. İkinci bir seçeneği nədir? Daha tez şəkildə model etmə. Keyboardda shortcutlardan istifadə etmədir. Yenə Options hissəsinə gəldiyiniz zaman burada keyboarddan istifadə qaydasını görməyəcəksiniz. Onun üçün Options'dan keçid etməyib digər hissədən keçid etmək lazımdır. Çoğu insan gəlir hər zaman Options'a klik eləyir və settingin burada olduğunu düşünür. Amma Customize hissəsində keyboardun shortcutları hissəsi var. Customize'a keçid eləyirik. Daha sonra belə bir pəncərə açılır. Buradan direkt olaraq keyboard'a keçid eləyirik. Hal-hazırda öyrənmədiyiniz fərqli alətlərin də shortcutlarını mən burada əlavə eləyəcəm. Daha sonra onları da öyrəndikdən sonra keyboarddan istifadə edərək daha tez bir şəkildə bunların çəkimlərini edə bilərsiniz. Məsələn, Smart Dimension'a keçdiyimiz zaman Smart Dimension buraya yazıram search yerinə və bu şəkildə shortcut çıxır. S. Mən bunları şəkil formasında sizə göndərəcəm, narahat olmayın. Bunlara baxıb siz də istədiyiniz kimi bu keyboardda shortcutları əlavə edə bilərsiniz. Və ya ən çox istifadə edədiyimiz Centerline C formasında məsələn əlavə eləmişəm və ya fillet olsun. Bu şəkildə fillet, fərqli filletlər var. Sketch'də olan fillet, daha sonra feature'da olan fillet. Narahat olmayın, bunlar haqqında məlumat verəcəm. Hal-hazırda sadəcə shortcutları göstərmək üçün bunları sizə izah edirəm. Trim məsələn, T hərfi və ya mirror seçeneği. Bu şəkildə M hərfi. Bunlardan geniş şəkildə istifadə edəcəyik. Siz də istəsəniz shortcut kimi keyboardunuza əlavə edib və tez bir şəkildə bunları dəyişə bilərsiniz və ya keçid edə bilərsiniz. Məsələn, gələk bura ən çox istifadə etdiyimiz nədir? Line'dır. Düşünək ki, aşağı gələk. Bu şəkildə gördüyünüz sketchdə olan line. Məsələn, mən L qeyd eləmişim. Siz gələcəksiniz bura L yazacaqsınız bu şəkildə keyboarddan və OK bastığınız zaman artıq keyboardda elə klik elədiyiniz zaman, düyməsini bastığınız zaman bu şəkildə line açılacaq sizdə.
və ya gəlirəm yenə Customize hissəsinə, keyboarda keçid eləyirəm. Burada Circle yazıram. Circle-a X qeyd etmişəm mən. Mən X-ə bastığım zaman avtomatik olaraq bu şəkildə Circle açılır və dərsdə də tez-tez bu shortcutlardan istifadə edəcəm və sizə də xatırladacağım.